Bax, sənə sual verirəm. Ən çox ətrafında olan insanlar kimlərdə, ən çox nə eşidirsən gün ərzində? Pul yoxdur, borc belə gəldi, maaşımı alıram, borca gedir, çatdıra bilmirəm, vəziyyət çox pisdir, vəziyyət ağırdır. Bax, hər gün sən bu sözlər altında hipnozdasan və özün də bilmədən beynini bu inanclarla, bu fikirlərlə, bu doğrularla, dırnaq arası, bunlarla doldurursan. Bəs yaxşı, sən həqiqətən də reallıqda vəziyyət belədir. Bəli, hal-hazırda ümumiyyətlə bütün dünyada maddi olaraq müəyyən çətinliklər var. Amma bu demək deyil ki, hər kəs bu çətinliyi yaşamalıdır və ya da yaşayır. Bax, sən əgər onlara inansan və hər gün onların ünsiyyətini davam etdirib bu fikirlərə inansan, bu sənin reallığın olacaq, bu sənin doğrun olacaq. Yox, əgər, tamam, belə bir reallıq var, çətinlik var, yaxşı, mən nə edə bilərəm, mən potensialımı necə çıxarda bilərəm üzə, gəlirimi necə artıra bilərəm, pula olan münasibətimi necə dəyişə bilərəm deyib, bunu özündə dərk edib, başa düşüb sağaltsan, həqiqətən də bu sənin reallığın olacaq. Ona görə seçim sənindir. Bax, gör, sən hansı reallıqda yaşamağı seçirsən.